Selamun Aleyküm dostlar. Cənnətlik insanların 10 xüsusiyyəti. 1. Namazlarını xuşu ilə qılarlar. Onlar namazlarında təvazökar və diqqətli olarlar. Möminin surəsi 2-ci ayə. 2. Zəkat verərlər. Onlar mallarından zəkat ayırıb verərlər. Möminin surəsi 4-cü ayə. 3. Haram və şübhəli şeylərdən çəkinərlər. İffətlərini qoruyar, haram və şübhəli işlərdən uzaq durarlar. Möminin surəsi 5-ci ayə. 4. Namazlarını vaxtında və davamlı qılarlar. Onlar namazlarını qoruyar və vaxtında qılarlar. Möminin surəsi 9-cu ayə. 5. İnsanları bağışlayarlar. Onlar insanlara qarşı bağışlayıcı olarlar. Ali-İmran surəsi 134-cü ayə. 6. Günah etdikdə dərhal tövbə edərlər. Bir günah etdikdə Allahı xatırlayıb bağışlama diləyərlər. Ali-İmran surəsi 135-ci ayə. 7. Verdikləri sözə sadiq qalarlar. Əmanətlərə riayət edər və verdikləri sözü yerinə yetirərlər. Möminin surəsi 8-ci ayə. 8. Boş və faydasız işlərdən üz çevirərlər. Onlar mənasız və faydasız işlərdən uzaq durarlar. Möminin surəsi 3-cü ayə. 9. Qəzəblərini nəzarətdə saxlayarlar. Qəzəbləndikdə özlərini saxlayar və nəfsinə hakim olarlar. Ali-İmran surəsi 134-cü ayə. 10. Bolluqda da, varlıqda da infaq edərlər. Onlar həm varlıqda, həm də yoxsulluqda Allah yolunda xərcləyərlər. Ali-İmran surəsi 134-cü ayə.